Azərbaycanın ən varlı 10 kəndi hansılardır? Hansı kəndlərimizdə pula pul demirlər? Bir kəndin varlı ya da kasıb olması necə müəyyən olunur? Yerin Qulağı kanalı bu dəfə Azərbaycanda əhalinin digərlərinə nisbətən daha yaxşı yaşadığı 10 kəndi araşdırıb. Azərbaycanda ən varlı 10 rayon haqqında video hazırlamışdım. Bu dəfə ən varlı kəndləri qeyd edəcəm. Azərbaycanda ən varlı kəndlər əsasən neft-qaz infrastrukturu, kənd təsərrüfatı, biznes fəaliyyəti və coğrafi yerləşmə baxımından üstünlüklərə malik olan bölgələrdə yerləşir. Rəsmi olaraq ən varlı kənd statusu olmasa da, aşağıda sadalayacağım kəndlər iqtisadi inkişaf səviyyəsinə görə digərlərindən seçilir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 10-cu yerdə Astara rayonunun Pensər kəndi gəlir. Pensər kəndi Astara şəhərinin mərkəzindən 22 km aralıda Bakı-Astara magistral yolunun yaxınlığında yerləşir. Mənası Penə sözü Talış dilindəki yuxarı və Sə baş hündür sözlərindəndir. Yuxarı baş kəndi deməkdir. Qədim adı Butəsərdir. Əhalisi 5000 nəfərdən yuxarıdır. Astara rayonunun ən varlı kəndlərindən biridir. Yerli əhalinin dediklərinə görə ilk dəfə məhz bu kənddə Vağzalı mahnısı ifa edilib. Ən qədim yaşayış yerlərindən biridir. Buna sübut isə Tunc dövrünə aid olan Pensər və Pir Seyid Camal kurqanlarının burada yerləşməsidir. 9-cu yer Şəki rayonunun Başgöynük kəndi. Şəki rayonunun əhali sayına görə ən böyük kəndidir. Əhalisi 15 min nəfərdən çoxdur. Başgöynük kəndi Şəki rayonunun şimal-qərb hissəsində yerləşir. Azərbaycanın ən çox selli çaylarından biri olan Şiin çayı da bu kəndin ərazisindən keçir. Oykonim yuxarıda yerləşən Göynük kəndi deməkdir. Başgöynük kəndinin ərazisi Azərbaycan tarixindəki ən qədim türk Oğuz məskənlərindən biridir. Turizm baxımdan çox zəngindir. Əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Abid Şərifov, Fikrət Məmmədov, Yaqub Mahmudov, Fərman İsmailov və bir çox ziyalı şəxs bu kənddəndir. 8-ci yerdə Masallı rayonunun Boradigah kəndi gəlir. Boradigahı bura digahdır, yəni bura kənd yeridir kimi izah edənlər də var. Əhalisi 10 min nəfərdən yuxarıdır. Qəsəbə statusu verilib. Boradigah qəsəbəsi Lənkəran ovalığında rayon mərkəzindən 12 km cənubda yerləşir. Azərbaycana qızıl alveri edən kəndlər siyahısındadır. Hələ Sovet dövründə də Boradigah alveri ilə çox məşhur olub. Əlverişli coğrafi mövqeyi ta qədimdən bu yaşayış yerinin iqtisadi həyatına çox müsbət təsir edib. Boradigah qədim ticarət mərkəzi olub. İqtisadiyyatında taxılçılıq, əsasən çəltikçilik, bostançılıq, maldarlıq və balıqçılıq əsas yer tutur. 7-ci yer Şəmkir rayonunun Çinarlı kəndi. Şəmkir Azərbaycanda ən varlı rayonlardan biridir. Çinarlı kəndi də varlı kəndlər siyahısında yer alıb. Əhalisi 8 min nəfərə yaxındır. Kəndi varlı olması əsasən insanların Rusiyada işləməsi ilə bağlıdır. Qəsəbə statusu verilib. Kənd təsərrüfatı və heyvandarlıq inkişaf edib. Havası sərindir. Qəsəbə rayon mərkəzindən 8 km, dəmir yol stansiyasından 4 km məsafədə yerləşir. İqlimi mülayimdir. Kənddə meyvə, tərəvəz bazarı, şərab zavodu yerləşir. Üzümçülük çox inkişaf edib. 6-cı yerdə Ağcabədi rayonunun Avşar kəndi gəlir. Məşhur Avşar tayfasının adı ilə bağlıdır. Kəndin adı qədim türk tayfalarından olan Qayı türklərinin Əfşar, Avşar qolunun adından götürülüb. Əhalisi 10 min nəfərdən yuxarıdır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Bölgədə tanınan varlı kəndlərdən biridir. Avşar kəndi Ağcabədi rayonunun əsas yaşayış məntəqələrindən biri olmaqla Aran zonasında Kür-Araz ovallığının səfalı düzənliklərində yerləşir. Orta illik temperatur təxminən 14 dərəcə təşkil edir. Bu iqlim xüsusiyyətləri kənd təsərrüfatı üçün əlverişli zəmin yaradır. Kəndin coğrafi mövqeyi həm iqtisadi, həm də sosial həyat üçün böyük əhəmiyyət kəsb edir. Avşar kəndinin əhalisi demoqrafik baxımdan Azərbaycanın kənd yerlərinə xas olan sıx ailə bağları, birgə əmək və qarşılıqlı yardım ənənələri ilə seçilir. 5-ci yer Naxçıvanda yerləşən Nehrəm kəndidir. Naxçıvanın ən qədim, ən sirli kəndlərindən biri. Babək rayonunun Nehrəm kəndi. Əhalisi 15 min nəfərə yaxındır. Qəsəbə Araz çayının sol sahilində yerləşir. Nehrəm kəndi ən böyük və ən qədim yaşayış məskənlərindən biridir. Bu kənd həm qonaqpərvərliyi, həm məşhur insanları, həm də yaşayış səviyyəsinə görə seçilir. Azərbaycanda ən çox general bu kənddəndir. Məlumatlara görə bu kənddən 24 general var. Kənd savadlı, ziyalı insanlar yetişdirilməsi ilə də məşhurdur.
Yerli cəmaatın söylədiyinə görə Nehrəm qədim türk tayfalarının izlərini daşıyan yaşayış məskənlərindən biridir. Nehrəm kəndinin tanınmışlarından söhbət açılırsa, ilk olaraq adı çəkilən şəxs birmənalı şəkildə Mirzə Cəlildir. 4-cü yerdə Quba rayonunda yerləşən Qırmızı qəsəbə gəlir. Quba ərazisində Qudyal çayının şimal sahillərində yerləşən Qırmızı qəsəbə nadir yaşayış məskənidir. Qırmızı kiremidli damları ilə seçilən bu kənd İsrail və ABŞ hüdudlarından kənarda yəhudilərin dünyada kompakt şəkildə yaşadığı azsaylı məkanlardan biridir. Bu qəsəbənin sakinləri əsrlərdir ki, Qubada yaşayan dağ yəhudiləridir. Əsrlər boyu onlar bütün çətinliklərə sinə gərərək öz mədəniyyət və ənənələrini, o cümlədən nadir dillərini qoruyub saxlayıblar. Qəsəbədə yerləşən sinagog və turizm mərkəzinə də baş çəkərək xeyli faydalı və maraqlı məlumatlar əldə etmək olar. Bundan başqa burada Azərbaycanlılar da yaşayır. Əhali əsasən ticarətlə məşğuldur. 3-cü yer Ordubad rayonunun Dəstə kəndi. Ordubad rayonu xüsusi adət-ənənələrlə seçilir. Dəstə kəndi həm Ordubadın, həm də ölkəmizin ən varlı, birlik, bütövlük olan kəndlərindən biridir. Bu kənd həm də alverçilər kəndi kimi tanınır. Çox qonaqpərvərdirlər. Zamanların 80% qazanc üçün Rusiyaya gedir. Bizneslə məşğul olurlar. Kəndin özünün xeyriyyə fondu var. Fonda 100 minlərlə pul yığılır ki, bu da kənd işləri üçün istifadə olunur. Əhalisi 10 min nəfərə yaxındır. Kəndin özünə məxsus adətləri isə hələ də unudulmur və qorunur. Dəstələr həm də çox qonaqpərvərdirlər. Bu isə bütün Ordubada xas olan adətdir. Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, əkinçilik və tərəvəzilik təşkil edir. 2-ci yerdə Bakının Şüvalan kəndi yer alır. Şüvalan sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranıb. Farsça şiv sözünün mənası eniş, lan isə məkan deməkdir. Şüvalanda dəniz kənarı çimərliklər üçün olduqca əlverişlidir. Dəniz kənarına yaxın yerlərdə uşaqlar üçün yay düşərgələri də fəaliyyət göstərir. Şüvalan iş yerlərinin çox hissəsi ticarət obyektləri təşkil edir. Əhalisi 30 min nəfərə yaxındır. Hələ-Sovet dövründən Şüvalan varlı kəndlər siyahısında olub, ölkədə tanınıb. Və 1-ci yer Azərbaycanın ən varlı kəndi Şiştəpə. Azərbaycanın milyonerlər kəndi. Toyları, xarici müğənniləri ölkəyə gətirmələri ilə məşhurlaşan Azərbaycanın Sankt-Peterburqu adlanan kənd. Kəndin bu qədər məşhur olmasının səbəbi nə yerləşdiyi ərazisi, nə də ki füsunkar təbiətidir. Hər zaman kəndlərdə görməyə öyrəşmədiyimiz lüks yaşayış, xüsusi dizaynlı evlər, bahalı maşınlar və bu kimi digər amillər Şiştəpəni özünə məxsus edib. Əhalisi təxminən 7 min nəfər yaxındır. Şiştəpəyə həm də Azərbaycanın Sankt-Peterburqu da deyilir. Şiştəpə adı kəndin yaxınlığındakı təpəlikdən götürülüb. Kənd sakinlərinin tamamı türk əsilli olub, Oğuzların Əfşar boyundan olduğu təxmin edilir. Kənd sakinlərinin önəmli qismi isə Rusiya və digər xarici ölkələrdə əsasən meyvə ticarəti ilə məşğuldur. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.